Salam. Bu dəfə ümid edirəm yaxşısınız deməyəcəm. Çünki bu dəfə sadəcə və sadəcə necəsiniz ya da necəsən deyə soruşacağam. Gündəlik həyatımız çox qaçaqaçlı və çox qaynar keçir. Buna görə də adətən o sualı şablon olaraq eşidirik ki, salam, necəsən? Bəs əslinə qalsa necəsən? Zaman-zaman çox dərinlərə aparan bir sualdır məni. Çünki yenə qeyd edirəm, gündəlik həyatımız çox qaçaqaçlı keçə bilər, çox qaynar keçə bilər. Amma özünə qalanda necə olduğumuzu özümüz belə özümüzdən soruşa bilmirik bəzən. 2 dəqiqə dayanırsan, tamam, bugün özünü necə hiss edirsən deyə soruşa bilmirik. Məncə bizim kimi qaçaqaçlı cəmiyyətlərin ən böyük əksikliyi budur ki, insanlar özlərinə vaxt ayıra bilmirlər. Nə olursa olsun, ayıranlar da var təbii ki, yəni ümumilikdə danışmıram, sadəcə çoxluğu nəzərə alıb danışıram. Amma bir çox insan bunu bacara bilmir. Çünki yenə deyirəm, çox qaçaqaçlı bir həyat. Nəzərə alsaq ki, bir gün sadəcə 24 saatdan ibarətdir, onun 6-7 saatını yatırır. Digər qalan saatlarda isə iş, həyati qayğılar və s. Amma və lakin insanın özünə ayırdığı zaman qədər dəyərli ikinci heç bir şey yoxdur. Təbii ki, bunu kiminəsə nəzərdə tutmuram. Sadəcə özümüzlə baş-başa oturub rahat danışa biləcəyiniz, rahat söhbət edə biləcəyiniz yerdən danışıram. Yəni, bunu tam başqa bir yerdən sizə deməyə çalışıram ki, heç kimin olmadığı bir yer, heç kimin olmadığı bir məkan, siz, sadəcə siz. Bəzən bunu müxtəlif versiyalarla həyata keçirə bilirik. Yazma metodikası ilə ya da danışma metodikası ilə. Bəzi insanlar kameranı açıb danışır, bəzi insanlar güzlü qarşısında danışırlar. Yəni, fərqi yoxdur metodikanı necə həyata keçirirsiniz. Məqsəd budur ki, siz özünüzlə dürüst bir şəkildə söhbət edəsiniz. Təbii ki, hər zaman qeyd elədim ki, bunların hər birinin kökündə sadəcə və sadəcə özünüzü analiz dayanır. Mən belə davranmaq istəyirəmmi? Məsəl üçün, bir davranışınız xoşunuza gəlmirsə, okey, belə davranmaq istəmir. Bəs belə davranmamaq üçün nə etməliyik? Ya da özümüzü çox əsəbi olduğumuz hallarda, çox emosional olduğumuz hallarda kontrolda saxlaya bilmiriksə, kontrolda saxlamaq üçün nə etməliyik? Əsasən bunu kökündə öz fərqindəliyin biraz aşağı olmağa dayanır. Hansı ki, öz fərqindəliyi yüksək səviyyəyə qaldırmaq lazımdır. Ondan sonra müxtəlif situasiyalarda özümüzü kontrol edə bilərik. Biraz mövzu fərqli yerlərə getdi. Əslində, bugünkü mövzum tam olaraq gündəlik həyatda, gündəlik yaşadığımız situasiyalarda necə olduğumuzu və necə davranmaq istədiyimiz kimi, önəmli olan budur ki, davranmaq istədiyimiz kimi davranmaq. Bu haqda danışmaq istəyirəm ümumilikdə. Biraz giriş uzun oldu. Buna görə bu biraz özümüzün qeydimizə qalmaqla da bağlıdır. Ətrafda bəzən hər kəsin qayğısına qala bilirik, hər kəsə zaman ayıra bilirik, hər kəsə kiçik-kiçik sürprizlər eləyə bilirik. Amma özümüzə gələndə onu bir qədər təxirə sala bilirik, bir qədər sonraki günlərə saxlaya bilirik və s. Əslində, amma çox böyük bir şey istənilmir də. Bu kiçik bir zaman 5 dəqiqə məsəl üçün və edilən kiçik bir sürpriz, yəni özünüz üçün aldığınız bir şokolad, özünüzü qucaqlamağınız, durub güzgüdə sən çox gözəlsən deməyiniz. Bilirsiniz, insanlar həyatı boyu sadəcə bu sözləri eşitmək üçün və sadəcə bu davranışları görmək üçün fərqli insanlar axtarır. Bu bəzən qarşı cins olur, bəzən bir rəfiqə olur, bəzən bir ailə üzvümüz olur. Zaman-zaman o davranışları görmək istəyirik, zaman-zaman o sözləri eşitmək istəyirik və bunun üçün əlimizdən gələn hər şeyi edirik. Göstərmək istədiyimiz üçün bunu dəfələrlə qarşı tərəfə göstəririk. Eşitmək istədiyimiz üçün bunu demək olar ki, bütün günü deyirik. Yəni, bunun kökündə sadəcə o da sizə buna etsin sxemi dayana bilir bəzən. Nəzərə alsaq ki, hər birimizin içində kiçik uşaqlığı var.
və onun üçün ə, əlimizdən gələn hər şey eləməyə hər zaman hazır oluruq. Əgər onun fərqindəyiksə. Amma burada nəzərdə tutduğum bizim uşaqlığımız, uşaqlıqda gördüyümüz biz deyil. Hansı ki, onu ən pis halı ilə xatırlayırıq. Yox. Onu ən yaxşı halı ilə və onun xoşbəxt olmaq üçün, onun sağlam olmaq üçün, onun yaxşı olmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazır olmalıyıq. Ən birinci onu görməliyik, onun fərqində olmalıyıq. Ondan sonra kənardan istədiyimiz şeyləri özümüz üçün eləməyə başlamalıyıq. Və zaman-zaman bu bizi incidə bilir. Hansı ki, lap dərində bilirik ki, biz insanlara niyə bu qədər aşırı empatiya, bu qədər aşırı qəbul edilmə hissləri yüklüyürük. Əslində mən burada qarşı tərəfdə çox bir günah görmürəm. Çünki biz olmayan insandan öz düşüncələrimizi, öz istədiklərimizi, öz arzularımızı yüklüyürük. Və onu görmək istədiyimiz kimi görürük. Və sonra həmin insandan gözləntilər yaratmağa başlayırıq. Ki, okey, mənim o insandan gözləntilərim var. Yəni şərt deyil bu qarşı tərəf olsun, bu yenə qeyd edirəm. Bir iş yoldaşı ola bilər, bir yaxın bir rəfiqi ola bilər, bir ailəmizin bir üzvü ola bilər və s. Bu kimi hallarda artıq aramızda ünsiyyət çətinliyi yaranmağa başlayır. Çünki şərt deyil ki, yəni o insanın xəbəri yoxdur ki, siz onun üstünə bu qədər gözlənti yükləmisiniz. Bəlkə də o insan belə bir insan deyil. Bəlkə də zamanı buraxsanız sizin istədiyiniz kimi davranacaq. Məncə insanların üstünə gözləntilər yükləmək ən birinci özümüzə ziyandır, özümüzü incidir. Sonrasında da qarşı tərəf incidir zaman-zaman. Buna görə gec olmadan, zamanınız varkən elə birinci özünüzdən necəsən sualı verin. Sonrasında da sən nə istəyirsən sualı. Necə bir həyat istəyirsən, necə bir yaşam istəyirsən, necə bir iş istəyirsən sualı verin və onun istədiyi kimi bir həyat qurun özünüzə, özünüzün istədiyiniz kimi bir həyat qurun özünüzə, özünüzün istədiyi kimi bir şərait yaradın özünüzə. Dəyişimin içərdən başladığına inanan insanlardanam. Dəyişmə birinci özünüzdən başlayın. Bilmirəm danışdığım cümlələr nə qədər aydın oldu, nə qədər çatdırmaq istədiyim fikri çatdırdım, bunu bilmirəm. Amma ümid edirəm ki, kiçicik də olsa sizə bir faydam dəydi, kiçicik də olsa sizə bir içimdəki düşüncələri çatdıra bildim. Dinlədiyiniz üçün çox təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər.